Abşeron rayonu Masazır qəsəbəsi Əliağa Vahid küçəsində avtomobildə yanğın baş verib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində Hyundai markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış BMW markalı minik avtomobilinin isə arxa hissəsi qismən yanıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Bərdədə 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib. Yanğına qaz balonunda yaranan nasazlıq nəticəsində sızmanın baş verməsinin səbəb olduğu deyilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə yanğın söndürən bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürənlər tərəfindən söndürülərək ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma başlanıb. Paytaxtın Xəzər rayonunda quyuda meyit tapılıb. Hadisə ötən gün rayonun Zirə qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini 1975-ci il təvəllüdlü Cabbarzadə Sərvər Süleymanovunun üzərində zorakılıq əlamətləri görünməyən meyti yaşadığı evin həyətindəki quyuda tapılıb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.